Bugün haqqında danışmaq istədiyimiz növbəti ziyalı insan Qax rayonunda yerləşən Murad Market və Şənlik evinin sahibi Murad Müəllimdir. Murad Müəllim öz işinin peşəkarı bir insandır. O hər kəsə əl tutmağı, dosta tanışa xeyirxahlıq etməyi özü üçün əsas amal hesab edir. Ümumiyyətlə Murad Müəllim Ulu Öndər Heydər Əliyevin siyasi kursuna daim sadiqdir. Heç bir təmənna güdmədən, tutduğu vəzifədən asılı olmayaraq, vəzifədə olub-olmamasından asılı olmayaraq, Prezident İlham Əliyevə, dövlətçiliyimizə sabit, stabil, sadiq adamdır. Heç bir qüvvə onu heç vaxt əqidəsindən döndərə bilməz. Müştərilərlə səmimi münasibəti, müştərilərə qarşı bəslədiyi hörmət və rəğbət hissi Murad Müəllimi hər kəsin gözündə xeyirxah bir insana çevrilmişdir. Murad Müəllim 44 günlük vətən müharibəsində də hər zaman şəhid və qazi ailələrinə maddi-mənəvi dəstək olmuş, onların problemlərinin həlli yolunda əlindən gələn köməyi əsirgəməmişdir. Biz də bu çətin və şərəfli işini böyük ləyaqət və vicdan hissi ilə icra etdiyi üçün Murad Müəllimə təşəkkür edir. Ona gələcək işlərində uğur, müvəffəqiyyətlər, həmçinin yeni nailiyyətlər arzu edirik. Hər daim var olasınız, əziz Murad Müəllim.